Milli Məclisin iclasında müzakirəyə çıxarılan dövlət qulluğu haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində bir sıra diqqət çəkən məqamlar var. Layihədə göstərilir ki, dövlət qulluqçusu vəfat etdikdə onun vərəsələrinə müavinat veriləcək. Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ölmüş elan edildikdə, dövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinat ödəniləcək. Qanun layihəsi səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib. Milli Şuranın sədri sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. Bu barədə Cəmil Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılıb. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində ifadə vermişdi.